Bugündən baxanda Məşəd Babaya bir meyxanaçı kimi, onun yaradıcılığına necə qiymət verirsiniz? İnsanın ki, fikrini iti, sözünü kəsərli vaxtın görürsən, sonra onun nəyinsə hesabını zəifləməyə görəndə adam çox təəssüflənir. Çox təəssüflənir. Yəni, Məşəd Baba da sənətkardır ki, onun dediyi meyxanaların elə kəskin iti cavablarla, iti fikirlərlə cavablar verib ki, sonra axır vaxtlarda, yəni ölümündən qabaq axır vaxtlarda biraz içkiliyə meyliliyi, yəni həmən itiliyi də artıq yox eləmişdi. O imkan vermirdi ki, mən tanıdığım, 14 il, 13 il, 15 il bundan qabaq tanıdığım Məşəd Baba olsun. Yaxşı meyxanaçıydı? Həli, çox azı cavab idi, çox iti fikirli idi. Bəlkə də cümlə qurmaqda, bir kuplet meyxananı quraşdırmaqda, fikirləri, misraları bir-birinə bağlamaqda, onun həm yaşdağın içində, onun ətrafında olan insanların içində, meyxanasına içərdə, o cür nətayı bərabər olan adam yoxdur. İnsan normal düşüncəsinin sürəti deyil, daha sürətli. Bəlkə kompüterdən sürətlidir. Yəni, ben bunu görmüşəm onda. Olurdu ki, bax, siz də deyərdiniz ki, sən bunu tərk et, bundan uzaqlaş. Olub mu belə? Çox olub. Dəfələrlə olub. Yəni, hərdən söhbətlərimiz olur, toylarda görüşəndə söhbətlərimiz olur. Deyir ki, istəmirlər, mənə qırırlar toylardan, istəmirlər mən toylara gedim. Deyir, mən səni hamı istəyir. Səni hamı istəyir. Sən özün özü istəmirsən. Sən özün özü istəsən, hər şey əla olacaq. Əl çəkdə bundan. Yox, sən bilmirsən. Dedim, oldu, mən bilmirəm. Bir toy oldu kətdə, keçən il yayındaydı. Orası tam, yəni, içkisiz halda gəlmişdi. Və gözəl də meyxanadır. Yəni, hörmətlə də, izzətlə də yola saldılar. Belə alqışlı yola saldılar. Və ona deyildi də ki, ağsaqqallar tərəfindən deyil, görürsən, daha belə, yəni, içkisiz halda gələndə, olanda, necə qaşan gəlmir, cəmaat da səni istəyir, belə hələ. Hələ bir gün oldu. Mən yaranmamışam, toyda can verim, bilirəm sənətkarlara imkan verim, deyirəm bir də babam üçün əhsan verim, sənə də həmən əhsana qurban verim, sənə də həmən əhsana qurban verim. Ayılmayın siz qəmayı qırmayın, düşərsən ki siz məndən artıq deyin, mən özümü qəbristana qurban verim. Əlkər gəldi köçməlik anasın, bizimdən nə fərmanın anasın. Mirzə və Ağakərim cütlüyü var idi. Elə də Elçin və Məşəd Baba cütlüyü var idi. Hər yeri bir yerdə gedirdilər. Onların cütlüyü necə alınırdı? Değişməsi. Qıraqdan bir müşahidəçi kimi. Vallahi, yəni, o dövrün üstündən çox keçib. Yəni, Elçin əvvəl bizlə bir yerdə oldu. Yəni, Ağamizə ilə mənlə bir yerdə oldu. Sonra bu dəstəyə gəldi. Məşəd Baba da qoşuldu. Yəni, Məşəd Baba yaş fərqi ilə bizdən kiçik idi. Elçindən də kiçik idi. Sonra hamıya məlum ki, bunu axır faciə ilə qutardı, yəni o düşdü. Onlar necə bir yerdə meyxana dedilər? Yaxşıydı, alınırdı. Çox da gözəl alınırdı. Çox da gözəl alınırdı. Çox da mehriban idilər. Bəli, mehriban idilər. Yəni onların bir dəyişməsinə baxmışam mən. Yəni bir toydu, Seyidlərin toydu, orada içki yoxdu toyda. Və bir dadanılıb diyalog alınıb onların arasında, yuxun gəlir yat gecədən, səhərəcən. Qəşəng bir diyalog alınıb ki, toyda içki yoxdur. Məşəd Baba deyir ki, buna deyir ki, bu toyda araq da yoxdur, çevir salavat gecədən, səhərəcən. Elçin də cavab verir ki, sən bura toya gəlmişsən, ya içməyə, gecə evimizdə at gecədən, səhərəcən. Yəni, çox, bu meyxanaya baxanda hiss olunur ki, nə var, nə yoxdur. Onun ki, mən Elçini öldürməmişəm. Amma o suçu boynuna götürüb gedib həbsxanada yatmışdı. Mən bunu sizdən eşidirəm. Elə mən də bunu yaxınlarından eşitmişəm.